Gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10% artırılacaq. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclasında deputat Vüqar Bayramov məlumat verib. Deputatın sözlərinə görə, bu artım pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildən də dövlət siyasətinin əsas istiqamətlərindən biri olacağını göstərir. Qanunvericiliyə əsasən 2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Hazırki proqnozlara görə, gələn ildən pensiyaların 9,2% artırılması gözlənilir. Bu göstərici 2025-ci ildə nominal orta aylıq əmək haqqının artım faizi ilə uyğun olacaq. Deputat həmçinin işsizlikdən sığorta fondu ilə bağlı da təklif irəli sürüb. Onun sözlərinə görə, 2026-cı ildə fondun xərcləri 266 milyon 400 min manat təşkil edəcək. Bunun 77 milyon manatı təxminən 30%-i özünü məşğulluq proqramlarının həyata keçirilməsinə yönəldiləcək. İşsizliyə görə sığorta ödənişləri isə 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5%-i deməkdir. Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv məşğulluq proqramlarına yönəldildiyi üçün onun adının dəyişdirilməsi məqsədə uyğundur. Deputat təklif edib ki, qurumun yeni adı Məşğulluq və İşsizlikdən Sığorta Fondu olsun.